Salam, mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Nuriyeva. Bu gün sizinlə izah edəcəyimiz mövzu sintaktik əlaqələr mövzusudur. Gəlin görək sintaktik əlaqələr nədir və hansı növləri var. Sözlərin bir-birinə həm məna, həm də sintaktik cəhətdən bağlanmasına biz deyirik sintaktik əlaqələr. Təbii ki, sözlər arasında həm məna əlaqəsi, həm də sintaktik əlaqə özünü göstərir. Məna əlaqəsi dediyimiz zaman əşyalarla onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqədən danışmış oluruq. Məsələn, biz quzu qaçır ifadəsində, yəni cümləsində deməli, əşya ilə onun hərəkəti arasındakı əlaqədən danışmış oluruq. 5 kitab ifadəsində əşya ilə onun miqdarını bildirmiş oluruq, yəni bunlar arasındakı bir məna əlaqəsi özünü göstərir və yaxud da maraqlı kitab, maraqlı əsər də ola bilər, fərq eləmir. Maraqlı əsər ifadəsində sizdə isə əşya ilə onun keyfiyyəti arasında yaxşı danışır cümləsində deməli hərəkətlə, baxın, danışır sözü sizdə hərəkətdir. Hərəkətlə onun tərzini bildirən söz arasındakı əlaqədən danışmış olur. Sintaktik əlaqə nədir bəs? Sintaktik əlaqə söz birləşməsi və cümlədə qrammatik cəhətdən bağlılıq deməkdir. Sintaktik əlaqənin yadda saxlayın, sizdə iki növ var. Tabeçilik əlaqəsi və tabelik əlaqəsi. Dedik ki, sintaktik əlaqənin iki növ var. Biri tabeçilik, biri tabelikdir. Gəlin görək sizdəki tabeçilik əlaqəsi nədir? Deməli, tabeçilik əlaqəsi qrammatik cəhətdən bərabər hüquqlu sözlər və cümlələr arasında olur. Yəni, bərabər hüquqlu sözlər və cümlələr dediyimiz zaman nə nəzərdə tutuluruq? Biri digərinə qrammatik cəhətdən asılı olmur, yəni bir-birinə bağlanır. Tabeçilik əlaqəsi ilə bağlanan sözlər və cümlələr bir-birindən asılı olmur və onlar arasında sizdə işlənən tabeçilik əlaqəsidir. Siz tabeçilik əlaqəsini göstərirsiniz iki başlı oxla. Yəni bu ox işarəsində olması həmin ifadələr arasında və yaxud da söz birləşməsi arasında bir-biri arasında belə deyək də bir-birinin asılı olmağını, yəni bərabər hüquqlu olduğunu göstərir. Tabeçilik əlaqəsi sadə cümlənin həmçinin üzvləri və yaxud da tabeçsiz mürəkkəb cümlələrin tərəfləri arasında özünü göstərir. Məsələn, gəlin bir həmçinin üzvlər yazaq. Əli, Vəli və Aysu deməli tədbirdə idilər. Baxın, burada bizdə həmcins üzvlərimiz var. Bir sadə cümlədir və burada həmcins üzvlər işləmiş olur bizdə. Həmcins mübtədalardan danışırıq burada. Yadda saxlayın, bir cümlədə əgər sadə cümlədə həmcins üzvləriniz işlənibsə, həmin həmcins üzvlər arasında sizdə işlənmiş olur tabeçi əlaqəsi və onlar göstərilir sizdə, deməli, bir-birindən göstərilir nə ilə? İki başlı oxla. Baxın, gördüyünüz kimi buradakı əlaqə nə ilə göstərildi? İki başlı oxla. Və yaxud da Vəli və Aysu arasında da sizdə, deməli, tabeçi əlaqəsi özünü göstərmiş olur. Və yaxud da Əli və Aysu arasında da sizdə yenə tabeçi əlaqəsi olmuş olur. Yadda saxlayın ki, əgər ki bir sadə cümlədə həmcins üzvləri varsa, həmin həmcins üzvlər bir-biri ilə tabeçi əlaqəsində olur. Amma aid olduğu üzvlərlə isə bir yerdə sizdə nə olur? Aralarında tabelik əlaqəsi olur. Məsələn, Əli, Vəli, Aysu bir-biri ilə tabeçi əlaqəsində olmasına baxmayaraq, Əli tədbirdə idilər, Vəli tədbirdə idi, Aysu tədbirdə idi. Bu cümlələrin tərəfləri arasında, yəni cümlə üzvləri arasında sizdə tabelik əlaqəsi özünü göstərmiş olur. Bu sizdə tabeçi əlaqəsinin işlənmə yeri birinci olaraq işlənmə yeridir, yəni həmcins üzvlər arasında işlənir. Bəs ikinci olaraq harda işlənir? Dedik tabeçi mürəkkəb cümlənin tərəfləri arasında. Gəlin baxaq. Deməli, hava təmiz. Deməli, fikir versəniz, verilmiş cümlədə hava təmiz və sakit, göy ulduzlu idi. Gəlin bu cümlələri sintaktik cəhətdən cümlə üzərinə görə təhlil etsək, ulduzlu idi nə? Göy. Təmiz və sakitdir. Bunlar sizdə həmcins xəbərlərdir, nə? Hava. Fikir versəniz burada ayırdığım hissədən əvvəl və sonrakı cümlələr hər biri bir-birindən asılı olmayan bərabər hüquqlu cümlələrdir. Və bu birinci cümlə ilə ikinci cümlə arasında sizdə var, bir-birinin arasında olur sizdə nə? Tabeçilik əlaqəsi. Dedik, iki dənə işlənmə yeri var. Biri həmcins üzvlər arasındadır, biri də tabeçilik mürəkkəb cümlənin tərəfləri arasında. Tabeçilik əlaqəsi olan tərəflər bir-biri ilə ya intonasiya ilə, ya da tabeçilik bağlayıcıları vasitəsilə əlaqələnir. Fikir versəniz burada iki cümlə.
Bir-biri ilə nə vasitəsilə əlaqələnir? İntonasiya vasitəsilə. Yəni iki cümlənin bir-birinə bağlayan heç bir xüsusi tabeçilik bağlayıcısından istifadə olunmuyor. Yadınızda qalsın. Bəs tabelik əlaqəsi nədir? Deməli, tabelik əlaqəsində sözlərdən biri o birinə tabe olur, ondan asılı olur və onu izah edir. Yadda saxlayın, tabelik əlaqəsində bir tərəf aslı tərəf, digər tərəf isə əsas tərəf olur. Aslı tərəfə siz deyirsiniz, deməli, tabe olan. Əsas tərəf sizdə adlanır necə? Tabe edən tərəf. Yadınızda qalsın. Aslı tərəf əsas tərəfə tabe olur. Yəni bunu elə buradakı verilmiş ifadədən də gördüyünüz kimi aslı tərəf əsas tərəfə tabe olur. Tabelik əlaqəsində deməli hər hansısa bir cümlə özü və yaxud da söz birləşməsinin tərəfləri arasında işlənirsə, deməli orada həmin belə deyək də həmciz üzvlər olmayan cümlə özləri arasında işlənir. Yəni əgər ki bir cümlə özü arasında cümlə özləri sizdə həmcinsli idisə, onların bir-birinin arasında tabelik əlaqəsi yox, tabesi əlaqəsi özünü göstərmiş olur. Tabelik əlaqəsi sizdə birbaşlı oxla göstərilir. Məsələn, gəlin yazaq. Mən gəldim. Baxın. Cümlənin sizdə baş üzvlərdən, yəni mübtəda və xəbərdən ibarətdir. Sizdə yadınızda saxlayın ki, mübtəda sizdə hər zaman cümlənin ən müstəqil üzvüdür və hər zaman sizdə əsas tərəfdir. Xəbər isə mübtəda ilə əlaqəyə girdiyi zaman, mübtəda ilə əlaqəyə girəndə olur sizdə aslı tərəf, digər cümlə özləri isə əlaqəyə girdiyi zaman isə əsas tərəf olur. Yadda saxlayın, ox işarəsi hər zaman deməli aslı tərəfdən əsas tərəfə doğru işarələnir. Biz burada qeyd elədik ki, mübtəda sizdə əsas tərəfdir hər zaman, xəbər isə mübtəda ilə əlaqəyə girdiyi zaman isə aslı tərəf olur. Ox işarəsi tabelik əlaqəsindən birbaşlı oxla göstərilir və aslı tərəfdən əsas tərəfə doğru istiqamətləndir. Yadınızda qalsın. Sizdə var tabelik əlaqəsinin 3 dənə növü. Uzlaşma əlaqəsi, idarə əlaqəsi və yanaşma əlaqəsi. Gəlin görək bunlar nələrdir? Deməli, əsas tərəfin tələbi ilə aslı tərəfin onunla şəxsi və kəmiyyətə görə uyğunlaşmasına biz deyirik uzlaşma əlaqəsi. Uzlaşma əlaqəsinin qrammatik göstəriciləri yadda saxlayın. Şəxs xəbərli şəkilçiləri. Deməli, birinci nə oldu? Şəxs xəbərli şəkilçiləri. İkinci göstərici isə sizdə nədir? Mənsubiyyət şəkilçiləri. Yadda saxlayın, hər hansısa bir əlaqənin göstəricisi hər zaman işlənir aslı tərəfdə. Yəni, uzlaşma əlaqəsinin göstəriciləri sizdə. Burada qeyd etdiyimiz şəxs xəbərli şəkilçiləri və mənsubiyyət şəkilçiləridir. Siz uzlaşma əlaqəsinin bu göstəricilərini görəcəksiniz aslı tərəfdə. Yəni, bu fərqlənmir. Həm idarə əlaqəsi olsun, yanaşma əlaqəsinin onsuz da hər hansısa bir göstərici yoxdur sizdə. Həm uzlaşma, həm də idarə əlaqəsinin göstəriciləri sizdə hər zaman aslı tərəfdə işlənmiş olur. Uzlaşma əlaqəsində həmişə əsas tərəf birinci, aslı tərəf ikinci gəlir. Cümlə üzvləri arasında sizdə uzlaşma əlaqəsi yalnız mübtəda və xəbər arasında olur. Mübtəda və xəbər arasında olur. Mübtəda hər zaman sizdə əsas tərəfdir, xəbər isə uzlaşma əlaqəsində hər zaman aslı tərəf olur. Dedik ki, uzlaşma əlaqəsində birinci gələn söz hər zaman əsas, ikinci gələn söz isə sizdə nədir? Aslı tərəf olur. Cümlə üzvləri arasında mübtəda və xəbər arasında uzlaşma əlaqəsi olur. Bəs söz birləşmələri arasında uzlaşma əlaqəsi necə olur? Yadda saxlayın, ikinci və üçüncü növ təyinli söz birləşmələrinin arasında həm uzlaşma əlaqəsi, həm də idarə əlaqəsi özünü göstərmiş olur. Yəni, birinci uzlaşma əlaqəsinə diqqət yetirək. Deməli, yazaq bura su səsi və yaxud da yazaq bura üçüncü növ təyinli söz birləşməsi kimi məktəbi həyət. Baxın, dedik ikinci və üçüncü növ təyinli söz birləşmələri arasında sizdə işlənir nə? Uzlaşma əlaqəsi və idarə əlaqəsi. Birinci uzlaşma əlaqəsinə baxaq. Dedik ki, fərq eləmir, həm uzlaşma olsun, həm də idarə. Onun göstəriciləri sizdə nə harda olur? Aslı tərəfdə. Əgər ki, uzlaşma əlaqəsində ikinci gələn tərəf sizdə aslı tərəfdirsə, təbii ki, uzlaşma əlaqəsinin göstəricisi sizdə aslı tərəfdə işlənir. Yəni, mənsubiyyət şəkilsi gördüyünüz kimi nədir burada? İ şəkilsidir, I üstü 4-dür. İşlənib sizdə aslı tərəfdə. Gördüyünüz kimi uzlaşma əlaqəsinin göstəricisi aslı tərəfdə mənsubiyyət şəkilsidir. Ox işarəsi sizdə aslı tərəfdən əsas tərəfə doğru istiqamətlənir. Bu oldu sizdə uzlaşma əlaqəsi. Bəs üçüncü növdə necə olur? Məktəbin həyəti birləşməsində, yenə məktəbin həyətində aslı tərəfə nəzər salsaq, görərik ki, yenə burada da sizdə nədir? İ
mənsubiyyət şəkilçisi var, asılı tərəfdə işlənib və ox işarəsi sizdə asılı tərəfdən əsas tərəfə doğru istiqamətlənir. Yadınızda qalsın. Bu da oldu sizdə uzlaşma əlaqəsi. Daha sonra mübtəda və xəbər arasında isə uzlaşma əlaqəsinin göstəriciləri şəxs xəbəri şəkilçisidir. Fikir versəniz, sizin xəbərinizdə hansı şəxsin şəkilçisi işlənib? Birinci şəxsin şəxs sonluğu işlənmiş olur. Siz buna görə deyirsiniz ki, xəbəriniz sizdə nədir? Asılı tərəf kimi işlənmiş olur. Daha sonra və bir də yadda saxlayın ki, sizdə mübtəda hansı şəxslədirsə, xəbər də həmin şəxsin şəxs xəbəri şəkilçisini qəbul etmiş olur. Burada gördüyünüz kimi mübtəda sizdə birinci şəxsin təkindədirsə, sizin xəbəriniz də birinci şəxsin təkinin şəxs xəbərli şəkilçisini qəbul etmiş olacaq. Daha sonra Azərbaycan dilində deməli, şəxsə görə uzlaşma adətən gözlənilir. Yəni mübtəda hansı şəxsdəsə, xəbərdə həmin şəxs olur. Yəni adətən gözlənilir. Amma kəmiyyətə görə uzlaşma mübtəda və xəbər arasında üçüncü şəxsin cəmində pozula bilər. Kəmiyyətə görə uzlaşma nə deməkdir? Yadda saxlayın, əgər ki sizin mübtədanız cəmdədirsə, siz xəbəri də gəlib cəmdə verməlisiniz. Mübtədanız təkdədirsə, xəbəriniz də sizə təkdə olmalıdır. Baxın, burada verdiyim izah sizdə mübtəda xəbər arasında uzlaşmanın kəmiyyətə görə o qorunmasıdır. Amma sizdə mübtəda təkdə və yaxud da cəmdə fərq eləmir. Olarsa, mübtəda təkdə olsun, xəbərinizi siz gəlib cəmdə verərsinizsə, artıq burada uzlaşma əlaqəsi pozulur. Və yaxud da sizdə, deməli, mübtəda olsun sizdə cəmdə, xəbər olsun sizdə təkdə. Artıq burada da nədir sizdə? Uzlaşma əlaqəsi pozuldu. Məsələn, uşaqlar gəldi. Bax, mübtəda fikir versəniz sizdə necədir? Cəmdir. Yəni kəmiyyət baxımından cəmdir. Xəbər isə sizdə kəmiyyətə görə necədir? Təkdir. Artıq burada uzlaşma əlaqəsi kəmiyyətə görə nədir? Pozulmuş olur. Amma uşaqlar gəldilər şəklinə versəydinizsə, həm mübtəda, həm də xəbər cəm şəkildə işlədiyinə görə artıq burada sizdə mübtəda və xəbər arasında kəmiyyətə görə uzlaşma qurulur. Yadda saxlayın ki, kəmiyyətə görə uzlaşma sizdə insan anlayışı bildirən söz, digər canlılar və cansız əşyalar arasında olur. Gəlin bunlara nəzər salın. İnsan anlayışı bildirən mübtəda və xəbər arasında, əgər ki, sizin mübtədanız insan anlayışı bildirən sözlə ifadə olunarsa, məsələn, uşaq oynayır. Deməli, burada həm mübtəda, həm də xəbər təkrar pozulmayıb. Cansız digər canlılardan yazaq. Quzular mələşirlər. Fikir versəniz burada, deməli, digər canlılardan söhbət gedir. Siz burada nə edirsiniz? Deməli, nəzər salsaq görərsiniz ki, sizin mübtədanız da cəmdədir, xəbəriniz də cəmdədir. Deməli, uzlaşma əlaqəsi qorunmuş olur. Amma üçüncü şəxsdə isə, yəni digər verdiyində cansızlardan söhbət gedir. Məsələn, gəlin buna bir nəzər salaq. Yarpaqlar töküldü. Bu cümlədə isə sizdə mübtəda cəmdə, xəbər isə sizdə nədir? Təkdədir. Artıq burada kəmiyyətə görə uzlaşma pozulur. Yadda saxlayın ki, ümumiyyətlə, kəmiyyətə görə uzlaşma əlaqəsinin tələbi odur ki, istər insan, istər heyvan, istərsə də cansızlara aid olsun, fərqi yoxdur. Mübtəda cəmdədirsə, sizdə xəbər də cəmdə olmalıdır. Mübtəda təkdədirsə, sizin xəbəriniz də təkdə olmalıdır. Əgər istənilən anlayışdan biri fərq eləmir, mübtəda və ya xəbər olsun, biri təkdə, digəri isə cəmdə olarsa, o zaman kəmiyyətə görə uzlaşma əlaqəsi pozulmuş olacaq. Buna nəzər salın. Daha sonra, ola bilər ki, sizin mübtədanız söz birləşməsində ifadə olunsun. Bəs burada siz kəmiyyətə görə uzlaşmaları necə aparacaqsınız? Baxın, gəlin bir cümlə yazaq. Qonaqların hamısı gəldilər. Gəlin cümləni sintaksi təhlil edək. Gəldilər cümlənin xəbəri. Qonaqların hamısı isə sizdə cümlənin mübtədası ilə fikir versəniz, üçüncü növ təyini söz birləşməsində ifadə olunur. Deməli, burada sizdə fikir versəniz, sizin xəbəriniz necədir? Cəmdir. Bəs siz buradakı uzlaşma əlaqəsini, kəmiyyətə görə uzlaşma əlaqəsi necə aparırsınız? Yadda saxlayın ki, əgər sizin söz birləşmənizin əsas tərəfi cəmdədirsə, siz təbii ki, burada nə edəcəksiniz? Xəbəri cəmdə verməlisiniz. Amma sizdə əsas tərəf təkdədirsə, xəbər də təbii ki, təkdə olmalıdır. Bəzən bu çox səhv başa düşülür. Qonaqların hamısı ifadəsinə
Gəlib baxırlar ki, qonaqlar sözündəki lar işlənib, yəni kəmiyyət baxımından cəmdirsə, gəldilər sözünə sizdə cəmdə verirlər. Amma təbii ki, bu səhv bir anlayışdır. Dediyimiz kimi, bir söz birləşməsində birinci gələn tərəf aslı, ikinci gələn tərəf əsas tərəfdir. Siz əsas tərəfin belə deyək ki, kəmiyyət baxımından tək və cəm olmasına diqqət yetirirsiniz. Fikir verdiyinizə görə, üçüncü nöqtənin söz birləşməsinin əsas tərəfi tək əvəzi ilə, yəni kəmiyyət baxımından tək əvəzi ilə ifadə olunur. Ona görə siz xəbərdə nə verməliydiniz? Təkdən. Artıq bu cümlədə sizdə kəmiyyətə görə uzlaşma pozulmuş olur. Yadınızda qalsın. Daha sonra, kəmiyyətə görə uzlaşma başqa necə pozula bilər? Yadda saxlayın ki, biz bu əlavələr haqqında sizə məlumat verməmişik. Əlavə ilə xəbər arasında sizdə, deməli, kəmiyyətə görə, şəxsə görə uzlaşma əlaqəsi də pozula bilər. Nədir? Burada artıq şəxsə görə uzlaşma pozulmasından danışırıq. Məsələn, yazaq bura, biz Azərbaycan gəncləri sülh tərəfdarıyıq. Fikir versəniz, sizdə tərəfdarıyıq, sülhün tərəfdarı. Deməli, baxın, fikir versəniz, sizin xəbəriniz nədir? Birinci şəxsin cəmindədir. Buna əsasən sizin mübtədanız da necə ifadə olunur? Birinci şəxsin cəmində. Yadda saxlayın ki, şəxsə görə uzlaşma sizdə, burada fikir versəniz, Azərbaycan gəncləri sizdə mübtədanın əlavəsidir. Mübtədanın əlavəsi ilə xəbər arasında sizdə artıq şəxsə görə uzlaşma pozulur. Niyə? Sizin xəbəriniz birinci şəxsin cəmində, amma mübtədanız nədir? Üçüncü şəxsin cəmindədir. Normalda biz dedik ki, mübtəda hansı şəxsdədirsə, xəbər də həmin şəxsə görə uyğunlaşır. Mən gəldim, sən oxudun, biz yazdıq. Fikir verdiyiniz kimi burada mübtəda neçəni şəxsə, xəbər də ona uyğun olaraq şəxs xəbərliyi qəbul etmiş olur. Amma burada verdiyimiz cümlədə isə sizin mübtədanız, belə deyək, üçüncü şəxsin cəmində, xəbər isə birinci şəxsin cəmindədir. Artıq burada sizdə, belə deyək, şəxsə görə uzlaşma əlaqəsi pozulmuş olur. Şəxsə görə uzlaşma əlaqəsi, xəbər əgər şəxs əvəzlər ifadə olunarsa, o zaman da pozula bilər. Məsələn, gələn mənəm, oxuyan sənsən. Fikir versəniz, gələn mənim ifadəsində mən birinci şəxsim təki, gələn söz üçüncü şəxsin deməli təkidir. Fikir verdiyinizə görə burada artıq nədir? Şəxsə görə uzlaşma əlaqəsi pozuldu. Oxuyan sənsən üçüncü şəxsin təki, sənsən ikinci şəxsin təki. Normalda gördük ki, burada da artıq nədir? Şəxsə görə uzlaşma əlaqəsi pozuldu. Yadda saxlayırsınız ki, dedik ki, xəbərlə mübtəda arasında həm şəxsə görə uzlaşma pozula bilər, həm də kəmiyyətə görə uzlaşma pozula bilər. Yadda saxlayın, yarpaqlar töküldü ifadəsinə fikir verdiyinizə görə kəmiyyətə görə uzlaşma pozuldu. Amma yenə də siz bu cümlədə gəlib deyəcəksiniz ki, uzlaşma əlaqəsi özünü göstərmiş olur. Amma gələn mənəm, oxuyan sənsən tipli ifadələrdə şəxsə görə uzlaşma pozulur. Amma siz gəlib burada demirsiniz ki, mübtəda və xəbər arasında sizdə uzlaşma əlaqəsi var. Artıq siz bu tipli cümlələrdə əgər ki, mübtəda və xəbər arasında şəxsə görə uzlaşma pozularsa, həmin cümlələrdə uzlaşma əlaqəsi olduğunu qeyd etmirsiniz. Yəni həmin cümlələrdə artıq uzlaşma əlaqəsi mövcud olmur. Davam edək. İdarə əlaqəsi nədir? Deməli, əsas sözün tələbi ilə asıl sözün ismin adlı haldan çıxıb başqa hallara düşməsinə biz deyirik idarə əlaqəsi. İdarə əlaqəsinin qrammatik göstəriciləri sizdə hal şəkilsizlərdir. Yəni, hansı sözdə hal şəkilsi varsa, adətən idarə əlaqəsi də həmin sözlər arasında işlənmiş olur. Əgər yadda saxlayın, cümlədə söz sırası, yəni inversiya yoxdursa, idarə əlaqəsində həmişə birinci gələn tərəf aslı, ikinci gələn tərəf isə sizdə olur əsas tərəf. Yəni, biz bilirik ki, dedik sizə ki, əlaqəni yaradan göstərici hansı tərəflə işlənirsə, o tərəf sizdə aslı tərəf kimi işlənmiş olur. Diqqətinizə bir məlumat çatdırım ki, biz normalda öyrənmişik sizinlə ki, söz birləşməsinin aslı əsas tərəf var. Bayaqdan sizə məlumat verdik, idarə əlaqəsində və uzlaşma əlaqəsində aslı və əsas tərəfdən danışmış oluruq. Yadda saxlayın, söz birləşməsinin aslı və əsas tərəfi ilə bu əlaqələrin aslı və əsas tərəfi fərqli anlayışlardır. Məsələn, dağ havası ifadəsində əgər ki, siz söz birləşməsi cəhətdən, yəni ikinci nöqtənin söz birləşməsinin aslı və əsas tərəfi cəhətdən yanaşsanız, dağ sözü sizdə olur. Deməli, aslı tərəf,
Hava sözü sizdə olur nə? Əsas tərəf. Baxın, bu söz birləşməsinin asıl və əsas tərəfidir. Dedik ki, ikinci növ təyin söz birləşməsi arasında həm uzlaşma əlaqəsi, həm də idarə əlaqəsi var. Gəlin bax, indi uzlaşma əlaqəsinin asıl və əsas tərəfinə görə hardadır? Uzlaşma əlaqəsinə görə sizdə birinci gələn tərəf olur əsas tərəf, ikinci gələn tərəf olur sizdə aslı tərəf. Ox işarəsi aslı tərəfdən əsas tərəfə doğru istiqamətdədir. Gördüyünüz kimi söz birləşməsinin aslı və əsası ilə uzlaşma əlaqəsinə görə aslı və əsas tərəfi üst-üstə düşmədi. Amma idarə əlaqəsinə görə isə baxsanız burada, idarə əlaqəsinə əsasən, idarə əlaqəsinin aslı və əsas tərəfi ilə söz birləşməsinin aslı və əsas tərəfi üst-üstə düşür. Çünki idarə əlaqəsində də biz dedik, birinci gələn tərəf aslı, ikinci gələn tərəf isə əsas tərəfdir. Bunu nə ilə də sübut edə bilərik? Dedik ki, idarə əlaqəsinin göstəriciləri nədir sizdə? Hal şəkilçiləri. Hal şəkilçiləri sizdə işlənir harda? Aslı tərəfdə. Baxaq, burada dağ havası ifadəsində biz bilirik ikinci nöqtəli söz birləşməsində birinci gələn tərəf sizdə sıfırdır. Yəni əslində burada sıfır deməyək, bu qeyri-müəyyən yerlik haldır. İkinci gələn tərəfdə isə sizdə nədir? Üçüncü şəxsin təkinin mənsubiyyəti işlənmiş olur. Baxın, burada sizdə dağ sözü aslı tərəfdir. Yəni əslində biz buna nə deyirik? Qeyri-müəyyən yerlik hallı söz. Gördüyünüz kimi burada da nə oldu sizdə? İdarə əlaqəsi özünü göstərmiş oldu. Dediyimiz kimi üçüncü növ təyin söz birləşməsi arasında da idarə əlaqəsi var. Məsələn, gəlin bayaqki nümunəyə nəzər salaq. Deməli, sizin üçün məktəbin həyat ifadəsini. Dedik ki, məktəbin həyat ifadəsində burada var uzlaşma əlaqəsi, həm də var idarə əlaqəsi. Uzlaşma əlaqəsinə görə birinci gələn tərəf əsas, ikinci asıdır. Ox işarəsi asıdan əsasa getdi. İdarə əlaqəsinə görə birinci gələn tərəf sizdə olur asılı, ikinci gələn tərəf olur sizdə əsas tərəf. Ox işarəsi də sizdə nədir? Asıldan əsasa doğru istiqamətlənmiş olur. İdarə əlaqəsinin göstərici sizdə nə idi? Təbii ki, ismin hal şəkilçisi. O da olur sizdə aslı tərəfdə. Diqqət yetirsəniz görərsiniz ki, məktəbin sözü sizdə nədir? Yerlik hal şəkilçili sözdür. Bəs idarə əlaqəsi başqa harda özünü göstərmiş olur? İdarə əlaqəsi sizdə həm də işlənir cümlə özləri arası. Yəni, tamamlıqla xəbər arasında sizdə, deməli, tamamlıq və xəbər arasında sizdə işlənmiş olur idarə əlaqəsi. Gördüyünüz kimi tamamlıq burada nədir sizdə? Aslı tərəf. Yer zərfliyi ilə, baxın, yer zərfliyi ilə xəbər arasında yenə sizdə işlənir idarə əlaqəsi. Burada bir məsələyə aydınlıq gətirək ki, zərfliyin bilirik ki, 6 dənə məna növü var. Tərz hərəkət, zaman, yer, kəmiyyət, səbəb və məqsəd zərflikləri. Yer zərfi ilə xəbər arasında sizdə işlənir idarə əlaqəsi, zərfin digər növləri ilə xəbər arasında sizdə işlənəcək yanaşma əlaqəsi. Buna diqqət yetirin. Məsələn, nəyə görə bu belədir? Evə gedirəm. Fikir versəniz bu cümlədə yer zərfi ilə xəbər işlənib. Evə sözü sizdə nədir? Yönlük hal şəkilsi qəbul edib. Ona görə də siz deyirsiniz ki, burada cümlədə yer zərfi ilə xəbər arasında idarə əlaqəsi özünü göstərmiş olur. Yadınızda qalsın. Daha sonra, məsələn, tamamlıq xəbər arasında bir nümunə yazaq. Pəncərəni bağladı. Gördüyünüz kimi burada pəncərəni sözü sizdə nədir? Cümlədə təmsillik hallı sözdür. Cümlənin tamamlığıdır və tamamlıq xəbər arasında sizdə nə işlənmiş olur? İdarə əlaqəsi. Daha sonra gəlin keçək görək yanaşma əlaqəsi nədir? Yanaşma əlaqəsi asıl sözün belə deyək də, heç bir xüsusi qrammatik göstərici olmadan əsas tərəfə, deməli, bağlanmasına biz deyirik yanaşma əlaqəsi. Yanaşma əlaqəsinin heç bir belə deyirik özünə məxsus xüsusi bir göstəricisi yoxdur. Yəni, tabeli əlaqəsində olan sözlər arasında əgər uzlaşma və idarə əlaqəsi yoxdursa, deməli bu sözlər arasında nə var? Yanaşma əlaqəsi var. Yanaşma əlaqəsində birinci gələn tərəf aslı, sonra isə sizdə işlənən əsas tərəf. Və yanaşma əlaqəsi işlənir birinci növ təyini söz birləşməsi tərəflər arasında və cümlə üzvləri arasında işlənəcək ki, bunu da qeyd edəcəm sizə. Məsələn, yazaq bura qızıl qəfəs. Birinci növ təyini söz birləşməsidir. Arasında işlənir yanaşma əlaqəsi. Birinci gələn tərəf sizdə olur aslı tərəf. İkinci gələn tərəf sizdə olur əsas tərəf. Ox işarəsi sizdə necədir? Aslı tərəfdən əsas tərəfə doğru istiqamətlənir.
Ə, Bizə görə cümlə özləri arasında hansı yanaşma əlaqəsi var? Deməli, dedik ki, yer zərfindən başqa digər zərfliklərlə xəbər arasında olur sizdə yanaşma əlaqəsi. Məsələn, ucadan danışdı. Burada fikir versəniz, sizdə tərz hərəkət zərfliyi ilə xəbər arasında nə var? Sizdə yanaşma əlaqəsi. Bu sizdə nədir? Tərz hərəkət zərf. Və yaxud da tez gəldi. Daha sonra bir zaman zərfliyi olsun sizdə və yaxud da olsun az oxuyur. Fikir versəniz arasında nə var sizdə? Təbii ki, yanaşma əlaqəsi. Yadda saxlayın ki, qoşmalı sözlə xəbər arasında da sizdə işlənir yanaşma əlaqəsi. Dostumla gəldim. Yəni, heç bir belə deyək də, nə uzlaşma, nə idarənin qrammatik göstəricisi olmadığına görə burada da sizə yanaşma əlaqəsi özünü göstərmiş olur. Buna diqqət edək. Bəs bütün cümlə özləri bir-biri ilə sintaktik əlaqəyə girir. Xeyr. Yadda saxlayırsınız ki, mübtəda, daha sonra zərflik və deməli, tamamlıq. Bir-birləri ilə sintaktik əlaqədə olmur. Yəni, əgər bir cümlədə hər hansısa bir fərq eləmir, sadə cümlə olsun və yaxud da mürəkkəb cümlə olsun, o cümlədə sizdə mübtəda, zərflik və tamamlıq varsa, bu üç cümlə özü bir-biri ilə heç bir zaman sintaktik əlaqəyə girməyəcək. Məsələn, gəlin bir cümlə yazaq və onu belə deyək də, sintaktik cəhətdən təhlil edək. Deməli, mən bugün evə tez da belə bir cümlə yazaq sizlərə. Baxın, getdim. Kim? Mən. Necə getdim? Tez getdim. Haraya getdim? Evə. Nə zaman getdim? Bugün. Fikir verin, sizə burada cümlədə demək olar ki, zərfliklərdən və mübtəda xəbərdən ibarətdir. Baxın, bu cümlədə mübtəda və xəbər arasında təbii ki, sizdə işlənəcək nə? Uzlaşma əlaqəsi. Baxın, ox işarəsi istiqamətinə fikir verin. Gördüyünüz kimi, aslı tərəfdən, yəni mübtəda ilə əlaqəyə girsə, aslı tərəfdən əsas tərəfə doğru istiqamətlənir. Bugün getdim, evə getdim, tez getdim. Bugün getdim, sizdə olur yanaşma. Gəlin buraya bax, yanaşma. Tez getdim, yenə yanaşma əlaqəsidir. Amma evə getdim ifadəsinə sizdə nə olub? İdarə əlaqəsi olmuş olur. Amma siz gəlib mən bugün, mən evə və yaxud da mən və tez sözlər arasında heç bir sintaktik əlaqə olduğundan danışa bilmərsiniz. Yadınızda qalsın. Çünki dediyimiz kimi bu cümlə özləri arasında sizdə sintaktik əlaqə mövcud olmur. Biz sizinlə təbii ki, keçəcəyik sizin ara sözlər və deməli xitab. Normalda biz bilirik ki, ara sözlər və xitab arasında da, yəni cümlə özləri arasında heç bir cümlə özü sintaktik əlaqədə işləmir. Amma yadda saxlayın, xitabın tərəfləri arasında, yəni əgər söz birləşməsində ifadə olunarsa, həmin söz birləşmələri tərəflər arasında və yaxud da ara sözlər, söz birləşməsi şəklində ara sözlər var sizdəki. Söz birləşməsi şəklində işlənən ara sözlərdə də sizdə deməli sintaktik əlaqə mövcud olmuşdur. Məsələn, gəlin yazaq. Mənim, deməli, igidlərim. İrəli tutalım. Bax, bu mənim igidlərim sözü sizdə nədir? Deməli, cümlənin xitabıdır. Amma yadda saxlayın, xitab heç bir cümlə özü ilə sintaktik əlaqədə işləmir. Arasında heç bir cümlə özü ilə sintaktik əlaqə olmur. Amma fikir versəniz, burada mənim igidlərim sizdə cümlənin xitabı olduğuna görə və nə ifadə vasitəsi nədir sizdə? Üçüncü növ təyin söz birləşmə. Artıq burada ifadə vasitəsi üçüncü növ təyin söz birləşməsi olduğuna görə siz gəlib deyə bilərsiniz ki, burada xitabın tərəfləri arasında sizdə həm deməli idarə əlaqəsi, həm də uzlaşma əlaqəsi özünü göstərmiş olur. Buna da diqqət yetirək. Daha sonra yadda saxlayın ki, xəbər bütün cümlə üzrə sintaktik əlaqəyə girir. Xəbər mübtəda ilə sintaktik əlaqəyə girdiyi zaman, gəlin bunu yazaq, mübtəda, xəbər. Sintaktik əlaqəyə girdiyi zaman olur sizdə aslı tərəf, amma cümlənin təyini, tamamlığı, daha sonra zərfliyi
Bu cümlə özləri ilə sintaktik əlaqəyə girdiyi zaman isə sizdə nə olur? Deməli, əsas tərəf kimi işlənmiş olur. Təyin də bütün cümlə özləri arasında sintaktik əlaqəyə girir və aslı tərəf olur. Amma təyinin də əsas tərəf olduğu məqamlar var. Təyin necə əsas tərəf olur? Yadda saxlayın. Təyin təyinlə sintaktik əlaqəyə girdiyi zaman sizdə əsas tərəf kimi işlənmiş olacaq. Sintaktik əlaqələr haqqında danışacaqlarımız bu qədər. Növbəti mövzularda mən sizə cümlə özlərinin, belə deyək də, cümlə özləri haqqında məlumat verəcəm.